Əziz abituriyentlər və müəllimlər, bu gün laş-ləş və lan-lən şəkilçilərində 2 leksik yoxsa 1 leksik şəkilçi götürməliyik. Bunu izah edəcəm. Deməli, lan, lən və laş-ləş gördükdə diqqətli olmaq lazımdır. Ola bilər ki, burada lan-lən və yaxud da laş-ləş 1 leksik şəkilçi olsun və yaxud da ola bilər ki, lalə ayrı şəkilçi, n və yaxud lalə ayrı şəkilçi, ş da ayrı şəkilçi olsun. Yəni, bu şəkilçiyə biz birbaşa lan-lən şəkilçisi olaraq rast gələ bilərik, bir leksik götürə bilərik. Və yaxud lalə şəkilçisi plus ı-nın şəkilçisinin n variantı ilə rast gələ bilərik ki, hansı ki bu cür olduqda yenə lan-lənlə forma baxımından oxşuyur. Ancaq iki şəkilçi necə olur ki, götürə bilərik, izah edəcəm. Laş-ləş şəkilçisi də eynən bu cürdür. Ola bilər ki, bir dənə leksik şəkilçi götürək və yaxud da lalə şəkilçisi plus ı-şiş şəkilçisinin ş variantı. Məsələn, 2 dənə nümunə yazıram. Biri var salamlaşmaq. Bir də vidalaşmaq. Vidalaşmaq. Bəs şəkilçini necə tapmaq lazımdır? Bilirik ki, feillərdə feil düzəldən leksik şəkilçidən sonra maqmək işlədə bilirik. Yəni, feil düzəldən leksik şəkilçilərdən sonra maqmək işlədə bilirdiksə, həmin şəkilçi leksik şəkilçidir. Məsələn, tutaq ki, su isminə lalə feil düzəldən leksik şəkilçisini artırırıq. Biz bu şəkilçidən sonra maqmək deyə bilirdiksə, deməli, bu şəkilçi leksik şəkilçidir. Deməli, artıq özündən sonra maqmək dedik, olurdu leksik şəkilçi. Laş-ləş, lan-lən şəkilçilərində də bu cür yanaşmaq lazımdır. Əgər lalə hissəsindən sonra maqmək deyə bilirsinizsə, bu cür sözünüz həqiqətən də mövcuddursa, bəli, bu zaman 2 leksik şəkilçi olacaq. Yox, əgər mövcud deyilsə, bu zaman 1 leksik şəkilçi olaraq götürürsünüz. Və yaxud da elə laya qədər oxuyun, yeni söz formalaşırsa, deməli 2 leksik şəkilçi var, formalaşmırsa, deməli 1 leksik şəkilçi var. Salamlaşmaq sözündə sözün kökü salam, salamlamaq feili var, kimlərsə salamlamaq, həmçinin salamlaşmaq feili də var. Ona görə burada lalə ayrı, ş da ayrı leksik şəkilçi oldu. Salam, salamla və salamlaş. Vidalaşmaq sözündə isə sözün kökü vida, vidalamaq sözü varmı? Vidalamaq. Xeyr, bu söz yoxdur. Deməli, laya qədər yeni söz formalaşmadı. Burada artıq laş-ləş şəkilçisinin özü adlardan feil düzəldən leksik şəkilçi olacaq. Deməli, lan-lən və laş-ləş şəkilçisini necə tapdıq? Maqmək işlətməklə bir leksik yoxsa 2 leksik olduğunu tapdıq. Ancaq bəzən də olur ki, eyni sözü 2 cür düşünə bilirik. Məsələn, tutaq ki, daşlaşmaq sözünü götürək. Daşlaşmaq. Biz bunu 2 cürdə təhlil edə bilərik. Biri var deyirəm ki, uşaqlar